Hüquqşünaslıqda, yəni təhsil almaq mənim uşaqlıq arzum idi. Balacalıqdan düzü filmlərə baxırdım, hüquqla bağlı olan filmlərə və maraq burdan yarandı və zamanla bu maraq daha da böyükləşdi. Ədalət prinsipi mənim üçün ən önəmli prinsiplərdən biri olduğuna görə də düşündüm ki, niyə də hüquqa doğru yönəlməyim? Gələcəkdə vəkillik üzrə davam eləyim. Bu mənim arzumdur. Kifayət qədər inkişaf edərək çalışacağam ki, hər məhkəmə prosesindən çıxanda sevinclə çıxım ki, mən bu şəxsi təmsil etdim və şəxs məhkəmə prosesində bəraət qazandı. Hüquqşünaslıq ixtisasında təhsil almaq həm mənim, həm də atamın arzusu idi və atdığım hər addımda çalışıram ki, atamın adına layiq olum və onun arzularını günbəgün yerinə yetirim. Uşaqlıq illərində əsasən siyasətə geniş marağım olub. Əsasən də ailə içərisində bu kimi söhbətlər həmişə baş verib. Ən əsas da Qarabağ müharibəsi ilə bağlı müzakirələrimiz olub. Uşaqlıqdan bu ixtisasa maraq göstərmişəm. Gələcəklə bağlı planlarım da ondan ibarətdir ki, bu ixtisasda özümü peşəkarlaşdıqdan sonra dövlətimizin siyasətinə öz töhfələrimi vermək və beynəlxalq arenalarda təmsil etmək istəyirəm. Əlimdən gələn etmək istəyirəm ki, atam məndən qürur duysun, onun görmək istədiyi bir şəxsiyyət kimi formalaşmaq istəyirəm. Əslində bu sahəni seçməzdən əvvəl uşaqlıqdan bəri xəyallarım tamamilə fərqli idi. Lakin Vətən müharibəsindən sonra mənim istəklərim və arzularım tamamilə dəyişdi. Dövlət və ictimai münasibətlər sayəsində özümü daha yaxşı ifadə edəcəyimə və nailiyyət qazanacağıma inanıram. Əsas hansı sahəni seçirsən seç, əsas odur ki, seçdiyin sahənin peşəkarı olasan, dövlətimizə xeyirli bir vətəndaş olasan. Və mən inanıram ki, gələcəkdə öz sahimin peşəkarı olacağam və atamı bununla qürurlandıracağam. Mən başladım həkimlik ixtisasına görə hazırlaşmağa. Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə qəbul oldum. Düşünürəm ki, gələcəkdə əsgərlərin qayğısına qalacağam. Bizim artıq vətənlə bağlı bütün yaralarımız sağalıb və mən fəxr edirəm ki, bu qızıl tarixin də yazılmasında mənim atamın böyük rolu var. İnşaat mühəndisliyi ixtisasında mən lap uşaq vaxtlarımda maraq salmışam. Həmişə məsələn İtaliyadakı Pisa qülləsi mənim üçün belə deyək, bir şedevr kimi səslənirdi. Əslində gələcəkdə istəyirəm ki, öz ixtisasım müəyyən qədər inkişaf elətdirdikdən sonra böyük işlər görüm artıq. Xüsusilə də yəni Qarabağ torpaqlarımız alındıqdan sonra baxdım, gördüm özümdə bir neçə dəfə həmin zonada olduğum üçün tikintiyə ehtiyac olduğunu gördüm. Atamın döyüşdüyü torpaqlarda yenidən qurma işlərində başlıca iştirak edənlərdən biri olsam, mən inanıram ki, o zaman atamın ruhu daha şad olar. Əmanətə sədaqət layihəsi Zəfər Şəhid Aile Dəstək İctimai Birliyinin və Azərlateriya Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə reallaşdırılır. Layihə çərçivəsində həm Türkiyənin dövlət universitetlərində, eyni zamanda Azərbaycanda ali təhsil müəssisələrində təhsil alan şəhid övladlarının gündəlik xərcləri, eyni zamanda yaşam xərcləri, təhsil haqqları qarşılanır. Bu layihə çərçivəsində hər il düşərgələr həm Azərbaycanda, həm xarici ölkələrdə bunu reallaşdırırıq. Bu sadəcə təhsil haqqının qarşılanması kimi bir proqram deyil. Bu onlara böyük bir mənəvi dəstəkdir. Öz güvən hissini aşıladıq biz onlara, eyni zamanda dost olmağı bacardıq. Onlara gələcək hədəflərinə asan yollarla çata biləcəklərini izah etdik.